Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videomuzda sizlərə Hindistan, Çin, Yaponiya və dövlətlərarası münasibətlərin 19-20-ci əsrin əvvəllərindəki mərhələsindən izah verəcəyik. İlk növbədə Hindistanın 19-cu əsrin, 20-ci əsrin əvvəlləri tarixindən başlayaq danışmağa. Qeyd edək ki, İngiltərə biz əvvəlki dərslərimizdən birində qeyd etmişdik ki, Böyük Britaniyanın 19-cu əsrdə ən əsas müstəmləkəsi Hindistan idi və Hindistanın işğalını İngiltərə Ost-Hind şirkəti vasitəsilə həyata keçirdirdi və 1856-cı ildə Aud knyazlığının işğal edilməsi prosesinin başa çatması ilə demək Hindistanın işğalını başa çatdırılmış olur İngiltərə və 1857-59-cu illər arasında Sipahilər üsyanı baş verir Hindistanda. Sipahilər üsyanının İngilis müstəmləkəçiliyinə qarşı baş verməsinin səbəbi yeni tipli patronların demək donuz piyi və yaxud da inək piyi ilə bağlanmış bağlamalarının əsgərlərin dişləri ilə cırılmağının tələb edilməsi səbəb olur ki, Hindistanda əhalinin yaxud da İslam dininə sitayiş edənlərin zorla xristianlaşdırılacağı barədə şayələr yaxud tədbirlər həyata keçirilməsi narazılığa səbəb olur. Buna görə də Sipahilər üsyanı baş verir 1857-ci ildə və yadımıza salaq ki, Azərbaycan tarixində də Zaqatala bölgəsində 1863-cü ildə baş vermiş üsyanın səbəbi çarizmin əhalini zorla xristianlaşdırması barədə tədbirləri idi. 1857-ci ildə Sipahilərin çıxışının nəticəsində üsyançılar Dehli şəhərini tutaraq Moğol imperiyasından olan, Moğol sülaləsindən olan 2-ci Bahadır şahı hökmdar elan edirlər və 1859-cu ildə İngiltərə Hindistanın ərazisindəki Sipahilər üsyanını yatırır. İngilislərin üsyanı yatırması ilə yanaşı 1526-cı ildə Böyük Moğol dövləti ki yaranmışdı. Həmin Moğol dövlətinin varlığına da son qoyulmuş olur. Rəsmən 1859-cu ildə və üsyan yatırılsa da metropoliya tərəfindən Hindistanın idarə edilməsində dəyişiklik edilir. Xatırlayaq biz 19-cu əsrin 30-cu illərində Şimali Azərbaycanda çarizmin müstəmləkəçilik siyasətinə qarşı baş vermiş üsyanlar ki var idi. Onun nəticəsində çarizm Azərbaycanda komendant idarə quruluşunu ləğv eləyirdi. Yəni 19-un 30-cu illərində baş vermiş üsyanların Şimali Azərbaycan üçün nəticəsi Rusiyanın idarəçiliyi dəyişməsi idi və eyni zamanda biz Hindistanda da Sipahilər üsyanının nəticəsi olaraq idarəçiliyin dəyişdirilməsi və Ost-Hind şirkətinin ləğv edilməsini görə bilirik. Üsyanın nəticəsi olaraq 1859-cu ildə Ost-Hind şirkəti rəsmən ləğv edilmiş olur üsyanın nəticəsində və Hindistanın idarə edilməsi general qubernatora tapşırılır. 1876-cı ildə isə kraliça, İngiltərə kraliçası Viktoriya özünü Hindistanın imperatritsəsi elan etmiş olur və biz burada metropoliya sözünün çəkdiksə artıq onun anlamını da verməliyik. Müstəmləkələrə sahib olan yaxud asılı ərazilərə sahib olan dövlətə metropoliya deyilir. Məsələn, Hindistan üçün İngiltərə metropoliya hesab olunur. İngiltərə üçün Hindistan isə müstəmləkədir və 1885-ci ildə Ümumhindistan Milli Konqresi yaradılmış olur. Ümumhindistan Milli Konqresinin yaradılması zamanı bunun tərkibində iki fraksiya, iki qrup fəaliyyət göstərir. Müsəlman fraksiyasına Tilak və Hindli fraksiyasına Tilak, Müsəlman fraksiyasına isə Seyid Əhməd rəhbərlik eləyir. Təbii ki, bu Ümumhindistan Milli Konqresi Hind hüquqlarının çoxaldılmasına, qorunmasına doğru mübarizə aparır. Hətta İngilis parlamentində əhalinin hindli qisminin təmsil olunması uğrunda mübarizə aparsa da, Tilak və Seyid Əhməd arasında ixtilaf və ziddiyyətlər çıxır. Bu ixtilaf və ziddiyyətlərdə təbii ki, kimlər yaradır? İngilislər və buna görə də Ümumhindistan Milli Konqresi zəifləyir və parçalanır. 20-ci əsrin əvvəllərində isə necə ki 18-ci əsrdə 1773-cü ildə Şimali Amerikada İngilis müstəmləkəçiliyinə qarşı boykot rejimi görürdük. Boykot, malların boykot edilməsi və Hindistanda da 20-ci əsrin əvvəllərində birinci ümumxalq hərəkatı adlandırılan etiraz əlaməti olaraq İngilis mallarının boykot edilməsini görə bilirik. Biz Böyük Britaniyanın Çində 19-cu əsrdən etibarən tiryək satışı ilə məşğul olduğunu görürük. Tiryəyin satış edilməsinə qarşı çıxan Çin hökuməti imperator 1800-cü ildə fərman verir ki, artıq ölkəmizdə tiryəyin satışı qadağandır. Lakin İngilislər yenə də satışdan külli miqdarda pul əldə etdiklərinə görə qaçaqmalçılıqla ölkəyə tiryək gətirməyə davam edirlər və bunlar da gətirir çıxardır narazılıqlara. Tiryəyin satışının genişləndirilməsi həm hökumətin narazılığına səbəb olur, həm əhalinin narazılığına səbəb olur. Bu da birinci tiryək müharibəsinin baş verməsinə 1840-1842-ci illərdə səbəb olur. İngiltərə ilə Amerika
demək Çini məğlubiyyətə uğradılar bu müharibədə və Nankin müqaviləsi bağlanılır 1842-ci ildə 1-ci Tiryaç müharibəsinin nəticəsində. Nankin müqaviləsinin şərtlərini biz ətraflı şəkildə bilməliyik. Burada nələrdən bəhs olunur? İngiltərəyə Çin təzminat ödəməlidir. 5 şəhərində, Çinin 5 şəhərində ingilislər konsulluq açmaq və ticarət etmək hüququna malikdirlər. Həmçinin ingilis təbələrinə, xarici təbələrə ölkədə eksterritoriallıq, yəni toxunulmazlıq hüququ verilir. Başqa ölkənin vətəndaşı Çin vətəndaşı ilə eyni səviyyədə tutulur, yəni eksterritoriallıq hüququ deyərkən. Və burada xarici dövlətlər Çin ərazisində məskən sala bilərlər, qoşun saxlaya bilərlər. Həmçinin Çinin Hong Kong adlı bölgəsi, Sianqan ərazisi İngiltərəyə icarəyə verilir. Çinin yarım müstəmləkəyə çevrilməsinin başlanğıcını qoyan, yəni xatırlayaq, biz deyirdik ki, Çin İngiltərə üçün yarım müstəmləkədir və Nankin müqaviləsi ilk qeyri-bərabər müqavilə hesab olunur ki, Çin tarixində. Çin üçün burada müsbət heç bir nəticə yoxdur. Ancaq müsbət nəticələr xaricilər üçündür. Məsələn, ingilislər üçündür. Və Çinin yarım müstəmləkəyə çevrilməsinin başlanğıcını qoymuş olur Nankin müqaviləsi. Həmçinin İngiltərədən başqa 1844-cü ildə Amerika ilə, Fransa ilə və Rusiya ilə də eyni tipdə qeyri-bərabər hüquqlu, yəni həmin dövlətlərə Çin ərazisində demək güzəştli, çoxlu hüquq verən qeyri-bərabər hüquqlu müqavilələr imzalanır. 1856-cı ildən 60-cı ilə qədər isə Çin tarixində 2-ci Tiryaç müharibəsi başlayır. Kanton şəhərinin ingilislər və fransızlar tərəfindən mühasirəyə alınması müharibənin başlanması deməkdir artıq. Nədir bu da tələb? 2-ci Tiryaç müharibəsində İngiltərə tələb eləyir ki, artıq ingilis gəmiləri nəinki Çində ticarət eləyə bilər, həmçinin ingilis gəmiləri Çinin daxili çay limanlarında da üzə ticarət eləyə bilər. Yəni bu tələbi istəyirlər. Təbii ki, Çin də bunu rədd eləyir ki, bizim daxili ərazimizdə heç kəs geniş hüquqlar ala bilməz. Buna görə də İngiltərə, Fransa demək Çinə qarşı müharibədə qələbə qazanırlar 2-ci Tiryaç müharibəsində və Çinlə 1860-cı ildə Pekin müqaviləsi imzalayırlar. 1-ci Tiryaç müharibəsi Nankin, 2-ci Tiryaç müharibəsi isə Pekin müqaviləsi ilə başa çatır. Pekin müqaviləsində deyilir ki, artıq Çin qəbul eləyir ki, xarici dövlətlər gəlib bizim ölkəmizdə tiryayı açıq şəkildə sata bilərlər. Yəni məcbur olur bunu qəbul etməyə. Çin yenə də qalib dövlətlərə, yəni Fransa və İngiltərəyə təzminat ödəməlidir. İngilis-Fransız təbəələri istədikləri şəkildə ölkədə hərəkət edə bilərlər. Həmçinin Yansızı çayı vasitəsilə də ticarət edə bilərlər. Çinin daxili limanlarında artıq xarici dövlətlər sərbəst hüquq qazanmış olurlar. Təbii ki, 1-ci və 2-ci Tiryaç müharibələri arasındakı dövrdə Çində bu zaman Manzur Tsin sülaləsi hakimiyyətdədir. Manzur Tsin sülaləsi ölkədə feodal qaydalarını, müstəmləkəçilik rejimini ağır şəkildə tətbiq eləyirlər. Xarici ölkələrin nümayəndələrinə, xarici məmurlara çox geniş hüquqlar veriblər. Bu hüquqlardan, feodal qaydalarından, yadelli əsarətindən demək narazı olanlar təbii ki olacaqdır və Çində bundan narazı olanlar Taypinlərdir. 1850-ci ildə 64-cü ilə qədər Çində Taypinlər hərəkatı başlayır. Başlanmasının səbəblərini qeyd etdik. Manzur ağalıqıdır, feodal qaydalarıdır, müstəmləkəçilik idarə quruluşudur, yadelli əsarətidir. Bu adamların, yəni Taypinlər hərəkatının başçısı müəllim olan, vəzifəsi müəllim olan, ixtisası peşəsi müəllim olan Hun Sütsuandır. Hun Sütsuan istəyir ki, Taypin Tiango yaratsın. Taypin Tiango sözünün mənası səmavi, ümumi rifah dövlətidir. Yəni din uğrunda yerli əhalinin bütün təbəqələrinin həyat şəraitini yaxşılaşdırmağı qarşısında məqsəd qoymuş bir dövlət yaratmağı planlaşdırır Hun Sütsuan. Taypinlər nə edirlər? Vergiləri azaldırlar, yoxsulların borclarını ləğv eləyirlər, qadın-kişi bərabərliyini təmin eləyirlər. Biz oxşarlıqlar məsələsinə xüsusilə diqqət yetirməliyik. Yadımıza salırıq ki, 1848-ci ildən 1852-ci ilə qədər Cənubi Azərbaycanda baş vermiş Babilər hərəkatı, hansı ki Zərrintac Tahirə adlı şəxsin başçılığı ilə Zəncanda ən böyük xalq çıxışları başlamışdı həmin hərəkatın. Həmin hərəkat dövründə də qadın-kişi bərabərliyi hüququ təmin edilməsi irəli sürülmüşdü ilk dəfə. Bu da oxşar cəhət edilə bilər. Necə ki Hindistanda Sipahilər üsyanı zamanı 2-ci Bahadır Şahı üsyançılar imperator elan edirlər, eyni zamanda hökmdar elan edirlər. Eyni zamanda Çində də Taypinlər hərəkatı zamanı Hun Sütsuan adlı şəxs imperator elan edilir, yəni Taypin hərəkatının başçısı. Xarici dövlətlər olan İngiltərənin, Amerikanın və Fransanın Çin hökumətinə yardımı ilə də 64-cü ildə üsyan yatırılır. Və yadımıza salaq, məşrutə hərəkatda da xarici dövlətlərin İran hökumətinə yardımı ilə başa çatdırılmışdı. Eyni Taypinlər hərəkatı da xarici dövlətlərin
Çin hökumətinə yardımı nəticəsində yatırılır. Yəni xarici qüvvələrin yeridilməsi ilə hərəkatlara son qoyulur, həm məşrutiyyə, həm Taypinlər hərəkatına. Düzdür, Taypinlər üsyanı məğlub olur, monarxiya da ləğv edilmir, feodal qaydaları da ləğv edilmir, hər şey olduğu kimi qalır. Ancaq ölkədə müsbətə doğru bir addım var. Nədir bu addım? Kapitalizmin meydana gəlməsinə Taypinlər hərəkatı artıq şərait yaratmış olur. Biz Çinin sonrakı dövrlərindən danışarkən 1858-ci ildə hansı ki Çinlə Rusiya arasında Ayqun müqaviləsi deyilən müqavilə imzalanır. Amur çayı iki dövlət arasında sərhəddə çevrilir və Amur çayının sol sahili Rusiyaya verilir. 1860-cı ildə imzalanmış Pekin müqaviləsinə əsasən isə Rusiya ilə yenə Çin arasında imzalanmışdı bu müqavilə və burada Ussurisk vilayətinin Rusiyaya verilməsi qəbul edilmişdi. 1911-ci ildən 13-cü ilə qədər Çin tarixində birinci inqilab deyilən hadisə baş verir. Nədir bu inqilab? Yenə də Mancur ağalığına qarşıdır və Çinin yarım müstəmləkə o vəziyyəti ilə əhali razılaşmırdı. Bu inqilaba səbəb olur. İnqilabın rəhbəri kimdir? Sun Yat-sendir. Sun Yat-seni Çinin atası adlandırırlar. Çünki bu müstəqilliyi ilk dəfə elan edib respublika quruluşunu yaradan adam budur. 1905-ci ildə Birləşmiş İttifaq adlı yaratdığı təşkilatda Sun Yat-sen 3 tələb irəli sürür. Birincisi millətçilik, ikincisi xalqın rifahı önəmlidir, üçüncüsü demokratik qaydalar önəmlidir. İnqilabın nəticələri nə olur? İnqilab qələbə qazanır 1911-ci ildə. Müvəqqəti konstitusiya qəbul edilir, monarxiya devrilir, Mancur sülaləsi devrilir, Çini respublika elan edirlər. İlk prezident də Sun Yat-sen olur. Lakin inqilab yenə də feodal qaydalarını ləğv etməyi bacarmır. Yəni tam kapitalist quruluş ölkədə qurulmur. Düzdür, amma Sun Yat-sen inqilabın qarşısında duran əsas vəzifələri monarxiyanın devrilməsini və respublikanın qurulmasını yerinə yetirir. Lakin feodal qaydaları yerinə yetirə bilmir. Xarici dövlətlərin Çinlə bağlı planları nədir bu dövrdə? Çini nüfuz dairələrinə bölmək. Yəni xarici dövlətlər deyirlər ki, Amerikadır, İngiltərədir, Fransadır. Biz Çinin ərazisində hər birimiz özümüzə müəyyən hissə götürüb orada ticarətlə məşğul olmalıyıq və Çini bölüşdürməliyik öz aramızda. Və Çini nüfuz dairələrinə bölmək yolunda ilk addımı Amerika ilə İngiltərənin dəstəyi ilə Yaponiya atmış olur. Yəni Yaponiya ilk addımı atır, ona dəstəyi isə Amerika ilə İngiltərə vermiş olur. Amerikanın isə Çinlə bağlı bir planı var, açıq qapı siyasəti. Güman eləyirəm ki, bu il qəbul imtahanına bununla bağlı nəsə bir şey düşə bilər. Açıq qapı siyasətinin məzmunu nədən ibarətdir? Amerika Birləşmiş Ştatları açıq qapı siyasətində bildirirdi ki, biz Çində bərabər imkanlar yaratmalıyıq. Həm sənaye sahəsində, həm ticarət sahəsində. Yəni bütün dövlətlərə Çin ərazisində bərabər imkanlar sağlanılmalıdır. Çin ərazisini bunlar əsas ticarət mərkəzi kimi görürlər də. Yəni Çinin müstəqilliyi, Çinin dövlət quruluşu, Çinin əhalisi, narazılıqları heç kəsin əhəmiyyətə almadığı məsələlərdir. 1884-85-ci illərdə Çinlə Fransa arasında müharibə gedir. Təbii ki, Çin burada məğlubiyyətə uğrayır. 1894-95-ci illərdə isə Çinlə Yaponiya arasında müharibə gedir. Təbii ki, yenə də Çin burada məğlubiyyətə uğrayır. Müharibə əsasən Koreya torpaqları uğrunda gedirdi. Çin məğlub olur və 1895-ci ildə Yaponiya ilə müqavilə imzalayır. Həmçinin Yaponiyaya təzminat verir. Biz artıq 1-ci Tiryək müharibəsinin nəticəsində imzalanmış Nankin müqaviləsində, 2-ci Tiryəyin nəticəsində imzalanmış Pekin müqaviləsində və Yaponiya ilə Çin müqaviləsində Çinin məğlub olaraq təzminat ödədiyinin şahidi oluruq. Bunlar oxşar cəhətlərdir və Koreyanın müstəqilliyini Çin tanıyır. Tayvan və Liaodun yarımadaları isə Yaponiya tərəfindən ələ keçirilmiş olur. Yaponiyada isə vəziyyət fərqlidir. Yaponiya demək 19-cu əsrdə həm imperatorun hakimiyyəti var, ali hakimiyyət imperatora məxsusdur. Yerlərdə hakimiyyət isə Siogunlara məxsusdur. Amma Siogunlar real hakimiyyətə sahibdirlər. Yəni imperator sadəcə belə deyək ki, formal xarakter daşıyır. Siogunlar, sərkərdələr imperatora baxmış daha güclü və real hakimdirlər. Yaponiya qapalı ölkədir. Yəni xaricdən mal almır, xaricə mal göndərmir, ölkəyə idxala icazə vermir, xaricə ixraca icazə vermir. Yalnız öz daxilində inkişafa üstünlük verən ölkədir. Elə biz Yaponiyanın hal-hazırda dünya miqyasında texnologiya sahəsində nə qədər inkişaf etdiyini, yəni bizdən hətta bəzi videolarda belə rastımıza çıxır ki, Yaponiya demək dünyanın bütün ölkələrindən 100 il, bir əsr qabaqda yaşayır. Bunun elə şahidi olmağımızın səbəbi Yaponiyanın müəyyən müddət özünü qapalı ölkə kimi saxlamasıdır. Yaponiyanıdakı qapalı ölkə sistemini xarici dövlətlər necə ki Çində zəiflətməyə çalışırlar, Yaponiyada da zəiflədib, Yaponiyada da ticarət və sənaye sahəsində geniş imkanlar əldə etməyə çalışırlar. Amerika Birləşmiş Ştatları Yaponiyadan əl çəkmir və 1854-cü ildə Amerika ilə müqavilə imzalanır.
Həmçinin bu müqavilə Amerika ilə Yaponiya arasındakı müqavilə həm əməkdaşlıq sazişi olur, həm sülh olur, ticarət və eksterritoriallıq hüquqları alır Amerikalılar Yaponiya ərazisində. Rusiya və digər dövlətlərdə də belə müqavilələr imzalanır. Gətirir çıxardır ki, Yaponiya artıq deyir ki, mən bir neçə dövlətə öz qapılarımı açmışam. Ona görə də qapalı ölkə olmuyum. 19-cu əsrin ikinci yarısında da qapalılıq sistemindən tamamilə imtina edilmiş olur. Lakin 1868-ci ildə Syogundan imperator kim güclüdür mübarizəsi, yəni kimin sözü daha çox eşidilir mübarizəsi, Syogun imperator mübarizəsi gətirir Yaponiyada burja inqilabına çıxardır. Burja islahatları həyata keçirilir. Syogunat rejimi devrilir. Demək, Mutsihito imperator taxtına çıxarılır. Beləliklə imperatorun hakimiyyəti bərpa edilir, Syogunların hakimiyyəti məhdudlaşdırılır. Yəni burja inqilabının nəticəsində deyilir ki, ölkənin bir dənə hakimi var, o da imperatordur. Burja islahatları həyata keçirilir. Yaponiyada hansı ki knyazlıqlar var idi, o knyazlıqlar ləğv olunur. Yerində prefektura idarə quruluşu yaradılır. Yeni müasir tipli ordu formalaşdırılır. Eyni 2-ci Mahmudun hakimiyyəti dövründəki kimi Avropa nümunəsində nazirliklər formalaşdırılır. Biz artıq nazirliklərin Avropa nümunəsində olduğunu həm Osmanlı dövlətində 2-ci Mahmudun hakimiyyəti dövründə, həm Rusiyada Çar 1-ci Aleksandrın dövründə, həm də Yaponiyada burja islahatlarının nəticəsində görmüş oluruq. Yeni tipli məktəblər formalaşdırılır Yaponiyada. Eyni zamanda Osmanlıda da tənzimat islahatlarının nəticəsində yeni tipli məktəblər formalaşdırılmışdı. Həmçinin imperatorun hakimiyyətini möhkəmləndirirlər. Paytaxtı Edo şəhərindən Tokyo şəhərinə köçürdürlər. İena adlı pul vahidi də ölkədə vahid olaraq qəbul edilmiş olur, vahid valyutaya çevrilir. Necə ki Osmanlı 1876-cı ildə konstitusiyalı monarxiyaya çevrilmişdi, 1889-cu ildə də Yaponiyada iç konstitusiya qəbul edilir və Yaponiya konstitusiyalı monarxiyaya çevrilir. 1876 Osmanlı imperiyasının və 1889-cu il Yaponiyanın oxşar cəhəti nədir? Ölkənin konstitusiyalı monarxiyaya çevrilməsi. İmperator qanunverici və icra edici hakimiyyətə tam sahibdir. Vətəndaşlara da söz, mətbuat, yığıncaq və sərbəst toplaşmaq azadlıqları da verilir. Yaponiya 20-ci əsrin əvvəllərində başlayır müstəmləkəçilik işğallarına, sahibkarlığı, ticarəti inkişaf etdikdən sonra nə edir Yaponiya? Rük və Tayvan adalarını tutur. 1902-ci ildə də İngiltərə ilə Rusiyaya qarşı müqavilə imzalanır. Rusiyaya qarşı müharibə aparmaq üçün. 1904-cü ildə də Koreyanın Çemulpo vilayətində yerləşən, limanında yerləşən Rus gəmilərinin Yaponlar tərəfindən batırılması səbəb olur ki, Ruslarla Yaponlar arasında Çar 2-ci Nikolayın hakimiyyəti dövründə Rusların məğlubiyyəti ilə nəticələnən 1904-5-ci illər Rus-Yapon müharibəsi baş vermiş olur. Müharibənin gedişində 1904-cü ilin yay ayında Liaoyan döyüşü baş verir. Yaponlar qalibdilər burada, Ruslar məğlubdular. Port Arthur qalası 1904-cü ilin dekabr ayında demək tutulur. Port Arthur qalasının tutulması da Yaponların Ruslar üzərində əldə etdiyi qələbədir. Tsusima döyüşündə də 1905-ci ildə yenə də Yaponlar qələbə qazanırlar, Ruslar məğlubiyyətə uğradırlar. Bu bütün Rus-Yapon müharibəsi dövründə Yaponların qələbə qazanması gətirir çıxardır ki, 1905-ci ildə Portsmouth, Amerikada Portsmouth adlı demək şəhərdə, Portsmouth şəhərində Rus-Yapon müqaviləsi imzalanır. Saxalinin cənubunun Rusiya, Yaponiyaya məxsus olduğunu təsdiq eləyir. Cənubi Manzuriya və Koreyadakı ağalıq isə Rusiya tərəfindən tanınır. Və bütün bunların nəticəsində 1910-cu ildə Yaponiya Koreya ərazisinə protektorat hüququ verilir. Nə deməkdir protektorat hüququ? Protektorat o deməkdir ki, bir ölkə asılı olan ərazini inandırır ki, güya mən səni öz asılılığımda xarici dövlətlərin hücumundan qorumaq üçün saxlayıram. Yəni, protektorat hüququ bu deməkdir. Yaponiya Koreyanı güya inandırmışdı ki, mən Koreyanı asılılıqda xarici dövlətlərin hücumlarından, xarici dövlətlərin təhlükəsizliyindən qorumaq üçün saxlayıram. 19-cu əsr və 20-ci əsrin əvvəlləri dövlətlər arası münasibətlərdə əsasən biz güc tarazlığından danışmalıyıq. Yəni, dövlətlər, bəzi dövlətlər ki vardı, hakimiyyət iddiasındadılar, dünya liderliyi iddiasındadılar. Həmin dövlətlər öz əllərində öz güclərini saxlamaq üçün müxtəlif demək versiyalardan istifadə edirlər. Birinci növbəli biz 1856-cı ildə mart ayının 30-da Krım müharibəsinin nəticəsi olaraq imzalanmış, bura qeyd eləyək ki, xatırlayaq, Krım müharibəsinin nəticəsi olaraq imzalanmış Rus-Osmanlı arasındakı Paris sülhünü xatırlayaq. Viyana Konqresi dövlətlər arasında güc tarazlığını bərpa eləmişdi.
Yəni kimin Avropada güclü olduğu bilinirdi. Fransanın Avropadakı mövqeyi zəifləmişdi. Güc tarazlığını Avropada Paris sülhü yenidən nizamlayır. Belə ki, Bessarabiyanın cənub hissəsi, yəni indiki Moldovanın cənubu və Qars bölgəsi Osmanlıya verilir. Sevastopol şəhəri isə Rusiyaya verilmiş olur. Qaradənizdə yenə də Rusiya gəmi üzdürə bilməzdi. Bunu biz Paris sülhünün içərisində qeyd etmişdik. Almaniyanın 1871-ci ildə birləşməsi güc tarazlığını yenidən dəyişir və Bismarck başlayır Fransanın beynəlxalq aləmdə təcrid eləməyə, təcridini təmin etməyə. Yəni başqa dövlətlərlə Fransanın münasibətlərini pisləşdirib Fransanı dövlətlərarası münasibətdə gözdən salmağa çalışır. Bismarckın bu siyasəti uğurla nəticələnir. Fransa ta ki Bismarckın Almaniyada baş kansler olduğu dövrdə demək olar ki, ancaq aləmdə təcrid olunubdur. Yəni bütün beynəlxalq proseduralardan, proseslərdən, siyasətdən geridə qalıbdır. Necə ki Üçlər İttifaqı haqqında biz Almaniya mövzusunu danışarkən qeyd etmişdik ki, 1879-cu ildə Almaniya ilə Avstriya Macaristan arasında demək müqavilə imzalanmışdı. Demək hərbi ittifaq qurulmuşdu. 1882-ci ildə də Almaniya ilə İtaliya arasında müqavilə imzalanır və beləliklə 1882-ci ildə ilk hərbi blok olan Üçlər İttifaqının yaradılması prosesi başa çatdırılır. Demək biz buradan bilirik ki, Almaniya, Avstriya, Macaristan və İtaliya adlı 3 dövlət Üçlər İttifaqına daxil olan dövlətlərimizdir. Demək 1890-cı ildə Otto von Bismarckın Vahid Almaniya İmperiyasının kansleri olmaqdan, baş naziri olmaqdan istefa verməsi gətirir çıxardır ki, Fransanın beynəlxalq aləmdə təcrid edilmə siyasətinə son qoyulur. Yəni 1894-cü ildə Fransa ilə Rusiya arasında ittifaq müqaviləsi imzalanır. Fransa, Rusiya və İngiltərə ilə yaxınlaşmağa başlayır. Əslində 1894-cü ildə Fransa ilə Rusiya arasında demək Antanta adlı təşkilatın yaradılması sahəsində ilk addım atılmış olur, belə çıxır ki. Antanta adlı təşkilat da ikinci yaradılmış hərbi blokumuz idi. Hansı ki yaradılması 1904-cü ildə İngiltərə ilə Fransa arasında və 1907-ci ildə İngiltərə ilə Rusiya arasında Peterburqda imzalanmış sazişə əsasən baş verir. Almaniyaya qarşı İngiltərədir, Rusiyadır, Fransa kimi dövlətlər başlayırlar artıq qisasçılıq və mübarizə ruhu yetişdirməyə özlərində. Niyə? Çünki Almaniya birləşəndən sonra xeyli miqdarda güclənib, sənaye mübarizəsində Almaniya bu dövlətlərin hamısını ötüb keçib, yalnız Almaniya sənaye istehsalı həzminə görə dünyada demək Amerikadan sonra ikinci yerdədir. Hərbi dəniz qüdrəti Almaniyanın artıq artıbdır. Bütün bu səbəblər İngiltərənin sənaye mübarizəsi ilə Almaniyanın sənaye mübarizəsində demək qarşı-qarşıya durması, bütün bu səbəblər Almaniyanın güclənməsi Almaniyaya qarşı bu dövlətlərin İngiltərə, Fransa və Rusiyanın birləşməsinə gətirir çıxardır. Hansı ki biz ötən dərsimizdə Bosna və Hersegovinanın demək Osmanlıdan alınıb Avstriya Macaristana müvəqqəti olaraq 1878-ci il Berlin konqresində verildiyini qeyd etmişdik. İndi isə Avstriya Macaristan İmperiyası 1908-ci ildə Bosna Hersegovina ərazisini tamamilə özünə ilhaq eləyir. Yəni müvəqqəti hesab olunmur da. 1908-ci ildə Bosna Hersegovina deyilir ki, Avstriya Macaristanın ərazisidir artıq. Və bütün bu meyllər, dövlətlər arasında rəqabət vəziyyəti, millətçilik meylləri, şovinizmin qızışması, revanş amilləri gətirir çıxardır. Dünyada qlobal münaqişələrin ən böyüklərindən biri, ən demək çox insan tələfatından səbəb olan qlobal münaqişə Birinci Dünya müharibəsinə, hansı ki biz növbəti dərsimizdə Birinci Dünya müharibəsindən 1914-18-ci illərdə danışacağıq. Təbii ki, burada da iki blok bir-biri ilə mübarizə aparır. Antanta və Üçlər İttifaqı. Belə, hörmətli abituriyentlər, bu videomuzda və Hindistan, Çin, Yaponiya və dövlətlərarası münasibətlər məsələsi haqqında danışacaqlarımız bu qədər. Sağ olun, salamat qalın, kanala abunə olub videoyu bəyənməyi də unutmarsınız.